Salam dostlar, yenə xoş gördük hamınızı. Deməli, mətləb etiqad dərslərimiz davam edir. İkinci fəslə gəldik. Əl-Bəbus-Səni, ikinci bab və ya fəsil. Burada mövzu nədir? Fi vücubil ma'rifə. Mərifət yəni tanımaq, bilik. Allahı tanımaq, Allah haqqında bilik əldə etməyin vacibliyi. Bu, İslam etiqadına əsasən, dini təlimlərə əsasən Allahı tanımaq vacibdir. Amma müsəlman mütəfəkkirlər burada müəyyən qədər fikir ayrılığına düşüblər ki, biz Allahı tanımağın vacibliyini hansı mənbədən əxs eləməliyik? Buna ağıl mı hökm edir və birinci ağılın hökmü ilə mi biz bu qənaətə gəlməliyik? Yəni Allahı tanımaqlığın vacibliyinə, ona iman gətirməyin vacibliyinə. Yoxsa bu ancaq dini mənbə olandan sonra bu vaciblik ortaya çıxır. Mənası budur ki, nə qədər ki din yoxdur, nə qədər ki Peyğəmbər gəlməyib, bizim öhdəmizdə belə bir hökm yoxdur ki, biz Allahı tanımalıyıq. Yəni, əgər Peyğəmbər gəlməsə, Peyğəmbər olmasa, Allahı tanımaq bizə vacib deyil. Bu, nə ilə nəticələnir? Bunun nəticəsi nədir? Bunun təbii ki, nəticəsi qiyamətlə əlaqəlidir, oradakı sorğu-sualla əlaqəlidir, həmçinin dünyadakı öhdəliklərlə əlaqəlidir. Yəni, əgər biz desək ki, Allahı tanımaq vacibdir və ağıl buna hökm edir və ağılın hökmü kifayətdir. Burada Peyğəmbərə, dinə ehtiyac yoxdur. Sırf Allahı tanımaqdan söhbət gedir. Allahın varlığını idrak etməkdən söhbət gedir, təfsilatdan yox. Əgər desək bu iş ağlın öhdəsinədir, ağıl bunu bizə vacib edir, o zaman Peyğəmbər də olmasa, din də olmasa, insan gərək Allahı tanısın və ona iman gətirsin. Əgər Allahı tanımasa, ona iman gətirməsə, o zaman məsuliyyət daşıyır, öhdəlik daşıyır. Qiyamətdə bunun sorğu-sualı var. Əgər desək ki, xeyr, din olmadan, şəriət olmadan, Peyğəmbər olmadan belə bir şey bizim öhdəmizdə deyil, o zaman qiyamətdə bunun sorğu-sualı yoxdur. Yəni, Peyğəmbər görməyən bir insanın Allahı inkar etməsi, Allahı tanımaması bir növ onu məsuliyyətdən kənarlaşdırır. O artıq qiyamət günü sorğu-sualdan kənar olacaq. Yəni, bu bəhsin, belə deyim, səmərəsi, faydası burada gizlənibdir. Biz niyə bu bəhsi edirik? Bu bəhsin faydası nədir? Buradadır. Məhəmməd Füzul buyurur ki, وَهُوَ ثَابِتٌ سَمْعًا وَعَقْلًا. Huva, yəni bu vaciblik. Bu vaciblik məsələsi həm səmən deyəndə dostlar, nəqli dəlillər, səmiə eşitməkdir. Səmən, yəni nəqli dəlillər, yəni dini mətinlərlə sabitdir və aqlən və ağıl da buna hökm edir. Əqli dəlillər, rasional dəlillər də buna hökm edir. Deməli, Məhəmməd Füzuli bunu deyir ki, Allahı tanımağın vacibliyi həm dini mətinlərə əsasən sabitdir, yəni orada keçib, həm də ağıl bunu bizə vacib edir. Fəəmmə bis-səm'i, yaxşı, birinci nədən başlayaq? Məhəmməd Füzuli birinci nəqli dəlillərdən, yəni dini mətinlərdən başlayır. Dini mətinlərə gəldikdə lidələləti qavlihi, Məhəmməd Füzuli bu ayə isnad edir. Mə xələqtul cinnə vəl insə illə liya'budun. Allah Teala buyurur ki, mən insanları və cinləri nə üçün yaratmışam? İbadət etsinlər deyə. Aydın məsələdir ki, ibadət etmək üçün birinci nə etmək lazımdır? Tanımaq lazımdır. Yəni, əgər ibadət etmək bizə vacibdirsə, o zaman onun müqəddiməsi də vacibdir. Onun müqəddiməsi nədir? Allahı tanımaq. İnsan Allahı tanımadan, ona iman gətirmədən Allaha heç vaxt ibadət etməz. Bu, əqli bir məsələdir, məntiqi bir məsələdir. Tutalım, biri sizə bir məsələ tapşırır, bir tapşırıq verir. O tapşırığın sadəcə özünü qeyd edir. Amma o tapşırığın müqəddimələri onu artıq qeyd etmir, bütün təfsilatı qeyd eləmir. Məsələn, sizə deyir ki, bugün siz, məsələn deyirəm, axşamacan filan yerdən filan şeyi gətirməlisiniz. Məsələn, bunu sizə öhdəlik kimi tapşırdı. Gedəcəksiniz filan yerə, oradan filan sənət var, filan kitab var, nə bilim, filan bir şey var, onu gətirməlisiniz, bu sizin öhdəliyinizdir. Baxın, burada sizə öhdəliyinizi dedi, amma o öhdəliyinizi yerinə yetirmək üçün o qədər müqəddimələr var, onların hamısını bir-bir qeyd eləmir. Çünki ağıl bunu dərk edir ki, o işi görmək üçün ondan qabaq görülməsi gerəkən lazım olan işlər var. Məsələn, o sənədi gətirmək üçün siz nə etməlisiniz? Evdən çıxmalısınız, hərəkət etməlisiniz, getməlisiniz və s. Onların hamısını təbii ki, o öhdəlik tapşıran qeyd eləmir. Çünki bunları ağıl artıq dərk edir. İndi Quran da deyir ki, mən insanları ibadət etmək üçün yaratdım, insanları və cinləri.
aydın məsələdir ki, bir insan tanımadığı bir şey ibadət etməz. Və buradan dolayısıyla Allahı tanımaqlığın vacibliyi ortaya çıxır. Vəl-ibadətu hiyəl-ma'rifə. Füzuli bu ayəyə şərh verir. Buyurur ki, ibadət mərifətdir. Yəni, ibadət bilikdir, ibadət tanımaqlıqdır. Av və ikinci izahı qeyd edir. Av mə yətəvəqqəfu alə ma'rifədə əsbəb-i ta'ati vəl-mə'siyyə və ya itaat etmək və günah etmək üçün lazım olan səbəbləri bilməkdir. Lazım olan səbəbləri bilməkdir. Yəni, tutalım, bəzi işləri var ki, bunlar itaətdir. Bəzi işləri var ki, bunlar günahdır. Mən itaat etmək üçün və günahdan çəkinmək üçün bu səbəbləri bilməliyəm. O səbəbləri bilmədən heç vaxt mən ibadət edə bilmərəm və günahdan çəkinə bilmərəm. Yəni, mən tanımadan nəyin günah olub olmadığını, nəyin vacib olub olmadığını bilmədən heç vaxt o işləri görə bilmərəm. Ona görə burada iki təfsir qeyd edilir. Birinci təfsir budur ki, ibadət elə biliyin özüdür. İkinci versiya budur ki, xeyr, bizi itaətə aparan və günahdan uzaq tutan səbəbləri bilmək bu nədir? İbadətdir. Və ya bu səbəblərdən asılı olmaq, bu səbəblərdən asılı olan şeyin özüdür ibadət. Yəni, o ibadət o şeydir ki, o bizə kömək edir ki, nəyin günah, nəyin savab olduğunu biz bilək. Niyə? Çünki l'irtikabihə vəl-ictinəbi anhə. Çünki biz gərək bilək nəyin itaət olduğunu ki, ona əməl edək. Biz gərək bilək nəyin günah olduğunu ki, ondan çəkinə bilək. Bu, Füzulinin qeyd elədiyi nəqli dəlildir. Və əmmə bil-aqli, əqli dəlilə gəldikdə, rasional dəlilə gəldikdə, fəl-mu'təzilətü vəl-cəhmiyyətü əvcəbuhə qablə-səm'i. Buyurur ki, Mü'təzilə və Cəhmiyyə məzhəblərinin rəyi budur ki, Allahı tanımaq dini mətnlərdən qabaq ağılın vacib elədiyi bir şeydir. Yəni, ağıl insana vacib edir ki, sən gərək Allahı tanıyasan. Əlbəttə, burada ağlın vacib etməsi əvcəbuhə qablə-səm'i və ya Mü'təzilə və Cəhmiyyənin vacib etməsi. Yəni, Mü'təzilə və Cəhmiyyə bunlar vacib ediblər ki, təbii ki, bu məzhəbin nümayəndələri bunlar vacib ediblər ki, nə mənada burada indi dini mətnlərdən qabaq gərək ağılını tanıyasan. Burada vacibdən məqsəd təbii ki, bu, necə deyim, ağlın bir növ mexanizmasını izah edirlər bunlar. Çünki ağlın mexanizması elədir ki, ağıl ətraf aləmi dərk edəndə hər şeyi səbəb-nəticə qanunu əsasında dərk eləyir. Hər şeydə, hər hadisədə bir səbəb axtarır. Və normal ağıllı insan kainata baxanda, təbiətə baxanda, oradakı əsrarəngiz hadisələrə baxanda, göz oxşayan şeyləri görəndə istər-istəməz insan düşünür, ağlını işə salır ki, bu şeylərin səbəbini tapmaq lazımdır. Bu şeylərin mənşəyini, mənbəyini tapmaq lazımdır. Bunlar öz başına təsadüfən yaramayıblar, deməli, onları yaradan bir səbəb var. Baxın, ağlı Allah bu cür dizayn edibdir. Ağıl hər şey səbəb-nəticə əsasında araşdırır, o kontekstdə araşdırır. Çünki ağıl bu cür dizayn olunmasaydı, ağıl heç vaxt heç nə araşdırmazdı. Məsələn, bir hadisə görür, tutalım, hardasa bir tüstü çıxır. Normalda insan onun səbəbini araşdırır ki, bu tüstünün səbəbi nədir, hardan nə baş verib ki, bu tüstü çıxır. Bu, ağlın o təbiətidir. Səbəb axtarma təbiətidir. Amma ağlın belə bir təbiəti olmasaydı, belə bir funksiyası olmasaydı, o heç vaxt o tüstüyə baxıb orada onun arxasında bir səbəb axtarmazdı və nəticədə kainat beləcə məhv olardı. İnsanlar heç bir şeydə heç bir səbəb axtarmazdı və bütün fəlakətlər öz axarla davam edərdi və daha böyük fəlakətlərə gətirib çıxarardı. Məhz o səbəb axtarmadır ki, insan bədbəxt hadisələrin qarşısını almağa çalışır. Deməli, Mü'təzilə və Cəhmiyyənin rəyi budur ki, gərək birinci ağıl tapsın. Və dəliluhum, dəlilləri nədir? Ənəlləhə faddalən-nəsə alə sairil mövcudət bil-aqli vəl-idrak li-tədbiril umur. Vəl-idraki li-tədbiril umur. Dəlilləri budur ki, Allah Teala insanlara digər mövcudatı, yəni digər varlıqlardan üstün edib. Nəyin vasitəsilə? Ağlın vasitəsilə və öz işlərini idarə etməyi, dərk etməyin vasitəsilə. Yəni, insan dərk edir ki, o nə etməlidir? Öz işlərini idarə etməlidir. İnsanda bu dərk var. Və insan o idrakin, o dərkin hesabını indir, öz işlərini tənzimləyə bilir. Məhz bu, insanın digər varlıqlardan üstünlüyüdür. Yəni, fiziki göstəricilər ola bilsin ki, digər heyvanlarda bu
daha üstün olsun fiziki göstəricilər. Amma ağla gəldikdə, işlərin tənzimlənməsinə gəldikdə, burada insan bariz bir şəkildə digər canlılardan seçilir. Ona görə bu insanı digər canlılardan üstün tutan varlıqdır. فالغفلة علة لتعطيل الآلة عن الاستعمال وتضييع النعمة بالتكاهل والإهمال. Və qəflətdə olmaq, yəni bu şeylərdən qəflətdə olmaq, bayaq dediyim kimi hadisələrə qarşı bivec davranmaq, onların əsas səbəbini axtarmamaq, bu cür ümumiyyətlə qəflətdə olmaq, alət, burada alətdə məqsəd beyindir, ağıldır. Yəni aləti istifadədən kənarlaşdırmaqdır, onu istifadə etməməkdir və həmçinin neməti zayi etməkdir. İndi bu zayi etmək ya tənbəlliklə ola bilər, ya bivecliklə ola bilər. Hər bir halda insan əgər ağlını düzgün istifadə eləməsə, bu nəticədə aparır qəflətə və qəflətdə nəticədə insan əlindəki nemətləri zayi etmiş olur. Və minəs-salahi, ona görə yaxşı olar ki, ən yətəəmməl əl-aqilu fi əmri xilqətihi. Yaxşı olar ki, insan öz yaranışı barədə düşünsün və yətəfəhhəs fi asl fitrətihi və öz fitrəti barədə, onun kökü barədə düşünsün. Deməli, bəli, insan bayaq dediyim kimi ağıl elə dizayn olunub ki, insan nəticədə varlıq barədə düşünür. Bu erkən yaşlarda, uşaq vaxtlardan baş verən bir prosesdir. İnsan düşünür ki, görəsən bunu kim yaradıb, necə yaradıb? Bu kainat necə yaranıb? Öz-özünə mi yaranıb, yoxsa onu yaradan super güc mü var? Və insan öz ağlına, öz dərrakəsinə və dünya görüşünə uyğun olaraq bunu müəyyən bir cavab tapır. Və burada yətəfəhhəs fi asli fitrətihi, yəni öz fitrətini araşdırsın. Burada dostlar, fitrət məsələsinə çox qısa toxunum. Fitrət bəzən ən çox müzakirə olan mövzulardan biridir. Çünki demək olar ki, bütün məsələlərdə fitrət önə çəkilir. Məsələn, bu bizim fitrətimizin gərəyidir, bu bizim fitrətimizin tələbidir və s. və ilaxır. Yəni, fitrət məsələsi çox müzakirə olunan bir məsələdir. Mən fitrət barədə bir videom var, orada fitrətin nə olduğuna izah vermişəm. Qısaca onu deyim ki, fitrət fotoğraf elindəndir. İnsan dünyaya gələndə onda olan bəzi xüsusiyyətlər ki var, fitrət odur. Yəni, onda olan meyillər. Məsələn, insan dünyaya gələndə uşaq vaxtlarından görürsünüz, onda müəyyən meyillər var. O meyillər onun qazandığı şeylər deyil, anadan gəlmə genetik şeylərdir. Onun yaradılışında mövcud olan meyillərdir. Və buna deyilir fitrət. İkinci məsələ budur ki, fitrət bəzən ancaq müsbət bir şey kimi təqdim olunur. Yəni, fitrət odur ki, səni ancaq yaxşı şeylərə dəvət edir. Məsələn, hədislərimizdə də bu cür var. Ki, məsələn, tövhid fitrətdəndir. Bir insanın tövhid əhli olması, yəni Allahı tək bilməsi, şirkdən uzaq olması bu fitrətdəndir və s. Lakin tərifə baxsaq, görək ki, fitrət, yəni fitrəti yaradılışda mövcud olan meyillər olaraq izah etsək, o zaman fitrət həm günaha meyil, həm savaba meyil, həm yaxşılığa meyil, həm pisliyə meyil, hər ikisinə ehtiva etmiş olur. Yəni fitrətimiz, bu bizim fitrətimizdən də deyəndə ancaq burada yaxşılığa meyil nəzərdə tutulmur. Bu bizim bir növ mexanizmamızdır, varlıq mexanizmamızdır. Varlıq mexanizmamızda necə ki, yaxşılığa meyil var, pisliyə də meyil var. Bu artıq bizim fitrətimizdəndir. Çünki əgər biz pisliyə meyili inkar etsək, bu bizim fitrətimizdən olmasa, o zaman bu nədir? Sonradan mı qazanılıb? Təbii ki, xeyr. Çünki erkən yaşlarda biz hər ikisini eyni səviyyədə, eyni dərəcədə görürük. Yaxşılığa da meyil var, pisliyə də meyil var. Deyə bilərsiniz ki, bu nəfsdir, fitrətən nəfs fərqlidir. Xeyr, nəfs dediyimiz şey fitrətdən kənar bir şey deyil. Nəfs əslində bizim bioloji istəklərimizdir və bioloji istəklərimiz də bizdən anadan gəlmə var. Xülasə, insan nə etməlidir? Fitrətini araşdırmalıdır və yudrik halə məbdəihi və məadihi, insan yaradılışını və məadı haqqında, yəni ölümdən sonraki həyat haqqında, gediş, hara gedəcək bu barədə fikirləşməlidir. Və yuməyyizə tariqa salahihi və fəsadihi qablə fəvti fürsətil iktisab. Və insan kəsb etmə, əldə etmə fürsəti, yəni savab qazanma, nələrisə əldə etmə fürsəti əldən çıxmamış, yaxşılıq necə əldə olunur, pislik necə, məsələn, insanı yaxşılığı və pisliyə aparan yollar nədir? Bunları bir-birindən ayırmalıdır. Yəni, yaxşılığın yolu ilə pisliyin yolunu bir-birindən ayırmalıdır ki, neynəsin? Yəni, nəsə qazansın, öz axirəti üçün qazansın, öz insanlığı, təkamülü, mənəvi təkamülü üçün qazansın. Və həmçinin insan nə etməlidir? Və təvəccüh ilə məvridi sual vəl cavab. Yəni, o sual-cavab mərhələsinə, yəni insan öləndən sonra sual-cavab ki, olunur mələklər tərəfindən. O mərhələyə keçməmişdən qabaq yaxşı olar ki, insan düşünsün, ayırsın ki, yaxşılığa aparan yol nədir, pisliyə aparan yol nədir
və bu şəkildə yaxşıya tabe olsun, yaxşı əməllər görsün, pis əməllərdən çəkinsin. Və ya'taqidə ennel insana muttahidun bin-nav'i və müşterikun bil-lawazim-n-nav'iyyə və həmçinin yaxşı olar ki, bu və ya'taqidə minas-salah ora qayıdır. Və ya'taqidə həmçinin inansın ki, düşünsün ki, insan, yəni əl-insan burada insan cinsi, bütün insanlar muttahidun bin-nav'i, növ olaraq vahiddirlər. Yəni hamısı eyni növdürlər, insan növünə aiddirlər. Və müşterekun bil-lawazim ən-nav'iyyə və həmçinin onlar bu növdən qaynaqlanan xüsusiyyətlərdə eynidirlər. Əl-lawazim ən-nav'iyyə, yəni o insan növündə, o növün yaratdığı, o növdən meydana gələn o xüsusiyyətlər ki var, ləvazim burada xüsusiyyətlər. Bunlar hamısı bütün insanlar müştərəklər burada. Yəni bütün insanlarda eyni o növün tələbi olan, o növdən qaynaqlanan eyni xüsusiyyətlər var. Fəla fərqə beynəhum illə bil-ma'rifə. Əgər bunlar bu xüsusiyyətlərdə eynidirlərsə, növ olaraq eynidirlər və növdən qaynaqlanan o xüsusiyyətlərdə eynidirlərsə, o zaman aradakı fərq nədir? Fəla fərqə beynəhum illə bil-ma'rifə. O zaman arada yeganə fərq mərifət bilik məsələsidir. Vəl-ma'rifətu mütəfavitətun və bilik də fərqlidir, eyni deyil. Fəəşəqquha əcəlluha və əşrəfuha ənfəuha. Ən yaxşı bilik nədir? Ən yaxşı bilik, məsələn, ən çətin bilik hansıdır? Ən çətin bilik o insan nə qədər ki mərhələni yuxarı doğru gedir. Məsələn, biliklər hamı eyni dərəcədə biliyə malik deyil ki. Bəzi insanların biliyi ibtidai səviyyədədir, bəziləri də orta səviyyədə, bəziləri də ali səviyyədədir. Və o mərhələni atladıqca, mərhələni yuxarı getdikcə o çətinləşir. Baxın, o ən çətin olan o yuxarı mərhələdə olan biliklərdir. Və əşrəfuha ənfəuha və ən yaxşı bilik, ən faydalı bilik, ən gözəl bilik faydalı olandır. Çünki bəzi biliklər var ki, bu insana heç bir fayda vermir. Sadəcə olaraq məlumat, informasiyadır və salam. Amma bəzi biliklər var ki, o insana fayda verirsən, o biliyin hesabına insanlara xidmət edirsən. Bax, bu nədir? Faydalı bilikdir. Və hiyyən-nə'imur ruhani vəl-kəmalul insani. Və bu cür biliklər bir mənəvi nemətdir və insanlığın kamilləşməsidir, kamilliyidir. Sonra Füzuli burada bir məsələyə toxunur. Buyurur ki, lə yuqal innə mübaşirətəl fəsad mövqufətun alə ma'rifəti müqaddimihə. Bəzilər belə bir rad bildirə bilər ki, məsələn, insan fəsad iş görür, bəzən pis iş görür. Aydın məsələdir ki, bu pis işi görmək üçün sən gərək onun müqəddimələrindən xəbərdar olasan. Çünki bu onlardan xəbərdar, necə ki, yaxşı işi görəndə onun müqəddimələrindən xəbərdarsan, ona aparan vasitələrdən xəbərdarsan, pis işi görəndə də ona aparan vasitələrdən sən təbii ki, xəbərdarsan. Çünki insan xəbərdar olmadığı bir şey heç vaxt görməz. Bir şeydən xəbərdardır, o işi görür. Əlbəttə, yanıla bilər, o başqa məsələ. Amma nəticədə nə etdiyini bilir. Vəl-fəsad min əsbəbin nuqsan. Bu ki, fəsad, yəni günah iş görmək, yanlış iş görmək, xətalı iş görmək, bu nöqsanlıq əlamətidir, naqislikdir. Fəkeyfə yuaddu mutlaqul ma'rifə min əsbəbil kəmal. Baxın, irada baxın, deyir, insan fəsad iş görür, bu birinci məsələ. İkinci məsələ, fəsad iş görərkən onu sən bilirsən, o vardı, bilik var. Bu ikinci məsələ. Üçüncü məsələ, fəsad nöqsan əməldir. Nəticə nə olur? Nəticə bu olur ki, sən bu nöqsan əməli bildiyin üçün ona əməl etdiyin halda necə deyə bilərsən ki, biliyin hər növü kamillikdir? Diqqət elədiniz? Sanki ortada belə bir irad var. Məhəmməd Füzuli deyir ki, sanki ortada belə bir irad var ki, bilik istənilən halda kamillikdir. Sonra gəlir biri irad bildirir ki, əgər bilik istənilən halda kamillikdirsə, axı biz günah işi də biliyin hesabına görürük. Yəni o günah işidən xəbərdar olmasaq, o günah işi bilməsək, o günahı heç vaxt etmərik. Əgər bilik mütləq şəkildə qeyd və şərtsiz kamillikdirsə, o zaman bizim günah haqqında olan biliklərimizə hara yazaq? Bir növ belə bir irad bildirir. Məhəmməd Füzuli deyir ki, "Lənnəl əmra yərci'u iləl-aqil xeyr." Məsələ nədir? Məsələ buradır ki, belədir ki, hər şeyin kökü ağıldır. Hər şeyin kökü ağıldır. Fə-izə hakəməl-aqlu ma'al-ma'rifə bil-fəsad. Əvvəl ağıl gəlir fəsada, hansısa bir əməlin fəsad olduğuna hökm edir. Amma burada nədən istifadə edilir? Ma'al-ma'rifə, bilikdən istifadə edir. Yəni, mərifət, bilik bizə informasiya ötürür və ağıl burada hökm edir, hakim rolunu oynayır ki, burada biliyin köməklə istifadə edərək deyir ki, filan əməl nədir? Günahdır. Belə olan təqdirdə vacəbə aleyhi ən yeştənibə anhu. Gərək insan ondan çəkinsin. Bax, ağıl burada hökm edir ki, sən ondan çəkinməlisən. Vəl-ictinabu anil-ictinabi anhu məbniyun aləl-inad. İndi
ağıl gəlib sənə hökm edir. Bilik sənə mərifət, bilik sənə göstərir ki, bax bu A yolu pis yoldur. Ağıl da biliyin bu informasiyasından istifadə edərək hökm edir ki, bundan çəkinməlisən. İndi əgər bir insan bu çəkinməli yoldan çəkinmirsə, vəl-ictinabu anil-ictinabi anhu, əgər bir insan çəkinilməsi gərəkən yoldan çəkinmirsə, əksinə ona mürtəkib olursa, bu artıq inaddır. La ala ma'rifətil fəsad. Bunun artıq biliklə nə yoxdur? Belə deyək də, burada biliyin günahı yoxdur, məcazi mənada desəm. Çünki mən yaxşı yolu bildiyim kimi pis yolda bilməliyəm ki, o pis yoldan çəkinim. Amma bir insan gəlib bildiyi halda yenə də o pis əməli görürsə, burada problem bilikdə deyil. Burada problem insan özündədir ki, o nə etmədi? İnadkarlıq elədi və o işdə mürtəkib oldu. Deməli, burada gəlib biliyi bu şəkildə tənqid eləmək ki, biz günahı da biliyin vasitəsilə, zaten günahı bilmədən necə edə bilərik? Məmməd Füzuli buyurur ki, bu irad yanlışdır ki, bilik bizə sadəcə bir növ yol göstərən funksiyasını burada daşıyır. Bizim əsas yol göstərənimiz bilikdir. Bilik həm yaxşı yolu göstərir, həm pis yolu göstərir. Amma qərar məqamı bu artıq ağla qayıdır, bu artıq nəfsə qayıdır, bu artıq daxili meyllərə qayıdır və s. Bu artıq başqa amillərə qayıdır ki, insan niyə o pis şeyi görür. Dolayısıyla bu şəkildə biliyə, mərifətə irad bildirmək, Məmməd Füzuli buyurur ki, bu doğru yanaşma deyil. Ümid edirəm aydın oldu. Dostlar, bu da bu fəsil idi. İnşallah növbəti fəsildə görüşənədək hələlik.